Azərbaycan enerji sektorunda yeni mərhələ başlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunda yerləşən Batareya Enerji Saxlanış Mərkəzinin açılışında iştirak edib. Prezidentin tapşırığına əsasən Azərenerji ASC tərəfindən 100% daxili maliyyə vəsaiti hesabına 2 əsas yarım stansiyada 500 kilovoltluq Abşeron və 220 kilovoltluq Ağdaş yarım stansiyalarının ərazilərində böyük enerji saxlanış mərkəzləri yaradılıb. Bildirilib ki, mərkəzlərin ümumi gücü 250 megawatt, enerji tutumu isə 500 megawatt saat təşkil edir. Belə miqyasda bu cür mərkəzlərin yaradılması yalnız Azərbaycanda deyil, ümumilikdə MDB regionunda da ilkdir. Layihə çərçivəsində Abşeron Batareya Enerji Saxlanış Mərkəzində 50 akkumulyator batareya və 13 inverter konteyneri quraşdırılıb. Beynəlxalq məsləhətçi şirkətlərin, ABŞ-nin Tetra Tech və Türkiyənin EPRA şirkətlərinin apardıqları araşdırmalara əsasən Azərbaycanda təxminən 1850 megawatt gücündə bərpa olunan enerji mənbələrinin təhlükəsiz şəkildə enerji sisteminə qoşulması üçün bu cür batareya sistemlərinin yaradılması zəruridir. Qeyd olunub ki, mərkəz enerji istehsalı və istehlakı arasında balansı qoruyur. İlk saatlarda enerji təchizatının fasiləsizliyini təmin edir və sistemdə itkiləri minimuma endirir. Bu layihə enerji sisteminin dayanıqlığını gücləndirir, qəza risklərini azaldır və istehlakçılara fasiləsiz elektrik enerjisi təmin edir. Batareya Enerji Saxlanış Mərkəzi bərpa olunan enerji mənbələrinin inteqrasiyasına imkan verir. Günəş və külək stansiyalarından əldə olunan enerjinin səmərəli idarə olunmasını təmin edir və şəbəkəyə təhlükəsiz qoşulmasını asanlaşdırır. Qeyd olunub ki, Azərbaycanda son illərdə enerji sektoruna milyardlarla manat investisiya yatırılıb. Bu investisiyalar müasir və çevik enerji infrastrukturu formalaşdırmağa xidmət edir. Beləliklə, Abşeronda istifadəyə verilən bu mərkəz Azərbaycanın enerji təhlükəsizliyini daha da gücləndirir. Ölkəni regional enerji mərkəzi kimi mövqeyini möhkəmləndirir və yaşıl enerji strategiyasının həyata keçirilməsində mühüm addım kimi qiymətləndirilir. Azərbaycan enerji sahəsində yeniliklər tətbiq edərək regionda qabaqcıl mövqeyini qoruyur və gələcəkdə daha böyük enerji layihələrinin icrasına zəmin yaradır.